Salam, hər vaxtınız xeyir olsun. Mən burada yenə də radiatorun gördüyünüz kimi bir tərəfdən alt üst qoşulma idi. Onu dəyişdim. İndi hər halda gördüyünüz kimi rakor içəridə qalıb deyə biz məcburən belə qoşduq. İndi bacardığımız qədər üstü ayırdıq və qoşduq alt qoşulma. Hər ikisi oldu alt qoşulma. Və müştəri də mənim yanımdadır. Mən indi burada bu hərə bir söz yazır. Bunu mən dəyişirəm, problem həll olur. Və burada bunu ona görə çəkirəm ki, bu videonu. Mən bunu izah etmişəm ki, yəni sadəcə olaraq üstü ayırıb alta qoşmaq lazımdır. Hər ikisi alt qoşulma olsun ki, radiatorun hər yanı eyni bərabər qızsın ki, evinizdə isti olsun. Bax, deyirlər ki, hərə bir söz yazır, boş söhbətdir, ora, bura filan. Qardaş yanımdadır, indi videoya düşmək istəmir. Qardaş, sən ant verirəm bizi yaradan Allaha. Bax, burada sənin evində vəziyyət nətər idi radiatorda, indi nətərdir vəziyyət, onu bir dənə tam açıq deyəsən. Mehman usta, mən sizlə dünən əlaqə saxlayanda mən sizə izah elədim ki, mənim evimdə vəziyyət necədir. Mənim evimdə istilik verirdi üstə yarıya kimi, yəni altda məndə istilik yox idi. Dəfələrlə mən neçə dənə ustala əlaqə saxladım. Axırda bir məsləhətli bir adam mənə sizi məsləhət elədi. Mən sizinlə dünən danışanda ki, vəziyyət məndə necədir? Siz də mənə dediniz ki, yəni mən heç gəlib ora eləməyimə ehtiyac yoxdur. Hansısa bir tanışın, öz bildiyin ustam varsa, yəni beləncə bu sistemi bu qaydada da yığırsınız. Gətirib bura 2 dənə alt girişdən verirsiniz. Ondan sonra istiliyi alırsınız. Mən də dedim ki, yox, bəs Mehman usta, mən istəyərdim ki, siz gəlib bu səliqə ilə əməlli başlayanı səliqəli xətti çəkməklə, yəni o istiliyi mənə verin. Mən də sizə sual verim ki, mənə 100% istiliyimi verəcəksinizsə, gəlin bu işi görün. Siz də deyirsiniz, qardaşım, mən gəlib o sizə 100% istiliyi verəndən sonra mən sizdən haqqımı alacağım. Mən də dedim ki, problem yoxdur. Yenə də deyirəm, gəldiniz, sağ olun, minnətdaram, and olsun Allaha, yəni 100 yoxu milyon faiz mən istiliyimi həm üstdən, həm altdan. Mənim evimdə bu dəqiqə istilikdən partlayıram. And olsun Allaha deyirəm. Yəni Allah ki, köməyin olsun. sənə halal olsun. And olsun Allaha. Bax, bu mən verdiyim haqqımı sənə 1000 halalın olsun ki, sən beləçə işlər görürsən. Yəni, sağ ol ki, evləri isidirsən. Allah köməyin olsun. Vallahi billahi. Sağda halal olsun ki, kişi kimi düzünü deysən. Quran haqqı, mən Çünki baxıram. mən boğaza yığılmışam bu sosial şəbəkədə. Yox, yox. Hərə bir söz deyir, yəni mən qalmışam, yəni belə sözün əsl mənasında bu savadsızların əlində.